Salam əziz tamaşaçılar, hər vaxtınız xeyir olsun. Verilişimizin bugünkü qonağı Milli Məclisin deputatı, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahveranovdur. Xoş gördük Azər bəy. Xoş gününüz olsun. Azər bəy, bildiyimiz kimi Naxçıvan Muxtar Respublikası əvvəl İran tərəfindən qazla təmin olunurdu. Yəni Azərbaycan qazı İran üzərindən Naxçıvana ötürülürdü və hazırda isə artıq Türkiyədə bu təminatı öz üzərinə götürdü. Bəs bu İran-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək bu addımın atılması? Birincisi, bəli, həqiqətən Naxçıvan Muxtar Respublikasına Azərbaycan qazı İran üzərindən daşınırdı və nəticə etibarilə bu bir xətt idi və adətən biz enerji təhlükəsizlik konsepsiyasından irəli gələrək bir çox məsələlərə münasibət bildirəndə eyni zamanda bu xəttlərin təchizat borularının sayının daha çox olması, alternativlər üzərində olması, bu təchiz olunan əraziyə daşınan qazın məhz daha etibarlı, daha dayanıqlı, daha sabit şəkildə daşınması üçün olduqca vacib elementlərdən biridir. Yəni müxtəlif alternativlərin olması və nəticə etibarilə bugün Naxçıvan Muxtar Respublikasına daşınan Azərbaycan qazının ikinci bir xətti istifadəyə verildi. Siz bir qədər əvvəl dediniz qərar bu xəttin istifadəyə verilməsi ilə bağlı, yəni məlum tədbir keçirildi və Ankarada cənab prezident İlham Əliyev eyni zamanda Rəcəb Tayyip Erdoğanla yanaşı Sayın Cumhurbaşqanı ilə birlikdə həmin deməli qaz kəmərini İğdır Naxçıvan deməli qaz boru kəmərinin istifadəyə verilməsini onlayn qaydada bu mərasimdə iştirak elədilər və bu artıq ikinci xəttin istifadəyə verilməsi deməkdir. Yəni Naxçıvan Muxtar Respublikasının ikinci xətt üzrə Azərbaycan qazının daşınmasından xəbər verən bir haldır ki, qeyd etdiyim kimi bir qədər əvvəl enerji təhlükəsizliyi nöqteyi nəzərdən və qaz kəmərlərinin daha dayanıqlı və etibarlı, sabit şəkildə realizə olunması üçün bu alternativlərə ehtiyac var ki, həmən bu ikinci xətt alternativlərdən biridir. Bu Azərbaycan, Gürcüstan, Türkiyə, Türkiyədə də İğdır Naxçıvan xətti üzrə Azərbaycan deməli qazının Naxçıvan Muxtar Respublikasının daşıması bu Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinə zəmanət verə biləcək layihələrdən də biridir. Və o ki qaldı İranla Azərbaycan münasibətlərinə necə təsir eləyə bilər? Bu düşünürəm ki, təbii ki, İran maraqlı olar ki, qaz təkcə onun üzərindən getsin. Çünki bu iqtisadi cəhətdən ona faydalıdır. Burada tranzit üçün müəyyən mənada bir maraqları da var, maddi maraqları da var. Və nəticə etibarilə bu xəttin, ikinci xəttin istifadə verilməsi, yəni İğdır Naxçıvan xəttinin istifadə verilməsi, bu bütövlükdə sonraki mərhələdə ola bilər ki, İranın üzərindən daşınan deməli qazın qiymətində, yəni tranzit qiymətinin aşağı salmasını gətirib çıxarır. Yəni sanki İran maraqlı ola bilər ki, bu məhz onun üzərindən daşınsın və bunun üçün də qiymətlər aşağı sala bilər və hətta bu gözləniləndir ki, biz Naxçıvan Muxtar Respublikasına daşınan qazın daha ucuz deməli başa gəlməsinə nail ola bilərik bu baxımdan. Amma istənilən halda bütövlükdə əgər İğdır Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi baş verirsə, bu sadəcə olaraq iki dövlət arasında enerji təhlükəsizlik məsələləri və bütövlükdə bu istiqamətdə həyata keçirilən siyasətin gücləndirilməsi və inkişaf etdirilməsini tək buna gətirib çıxardan bir hal deyil. Bu məsələyə daha çox geosiyasi nöqteyi nəzərdən, geoiqtisadi nöqteyi nəzərdən baxaq, bir strateji bir əhəmiyyət daşıyan bir xətt kimi də baxaq. Nə üçün? Bunun da izahını verə bilərəm ki, hətta burada İran da faydalana bilər. Bu nə ilə bağlı ola bilər? Birincisi, deyim ki, sizə, bəli, bugün həmin Azərbaycan qazı İğdır Naxçıvan istiqamətindən Naxçıvana daşınır. Amma gələcəkdə bildiyiniz kimi Zəngəzur dəhlizinin açılması, Ermənistan üzərindən bir sıra iqtisadi və nəqliyyat kommunikasiyaların istifadəyə verilməsi kimi məsələlər bilavasitə Ermənistan üzərində bir öhdəliyi olaraq qalır. Üç tərəfli bəyanatda 9-cu bənddə qeyd olunduğu kimi və yaxın bir zamanlarda Zəngəzur dəhlizinin açılması tam reallaşarsa və dəhlizin açılması tək avtomobil yolu və ya dəmir yolu deyil, eyni zamanda həmin dəhliz üzərindən digər kommunikasiya xətlərinin çəkilməsi, o cümlədən də qaz ixracı, neft ixracı, yaşıl enerjinin ixracı və digər məsələlərdə öz həllini tapa bilər ki,
bu da sonraki mərhələdə həmin bugün açılmış İğdır-Naxçıvan qaz xəttinin əks istiqamətdə işləməsinə gətirib çıxarda bilər. Yəni təsəvvürünüzə gətirin ki, Azərbaycan qazı Azərbaycanın əsas hissəsindən keçir Zəngəzur üzərindən Naxçıvan istiqamətində, Naxçıvan istiqamətindən də sonraki mərhələdə artıq İğdır və həmin o Trans-Anatoliya, Anadolu deməli bu qaz kəməri boru vasitəsilə hansı ki Cənub qaz dəhlizinin segmentlərindən biridir. Yəni bildiyiniz kimi Cənub qaz dəhlizi bu TANAP dediyimiz qaz xətti 3 hissədən ibarətdir ki, onun bir hissəsi də məhz Türkiyənin sonuncu halqası Türkiyə üzərindən Avropa istiqamətində qazın daşınmasını təmin edir. Və siz təsəvvürünüzə gətirin ki, bugün biz Zəngəzur dəhlizini açırıq, kommunikasiyalar işə salırıq və Azərbaycan qazı Naxçıvan Muxtar Respublikası istiqamətində məhz həmin açılmış dəhliz üzərindən gedir ki, bu da artıq bir 3-cü yol kimi dəyərləndirilə bilər nəzəri cəhətdən. Amma bu artıq bu yol bütövlükdə regionda bu və ya digər formada müxtəlif o qaz təminatında və təchizatında maraqlı olan dövlətlər üçün fayda verə biləcək bir layihə olur. Çünki birincisi Ermənistan buradan faydalanır, çünki onun üzərindən tranzit gedir. İrana gəldikdə isə İran da bundan faydalana biləcəkdir. Və İran necə faydalana biləcək? İran qazının həmin deməli dəhliz üzərindən Naxçıvan İğdır istiqamətində Avropa istiqamətində daşınmasına nail ola bilər İran ki, yəni bundan deməli İranın bundan əldə edəcəyi qazanc, hətta Azərbaycan qazının onun ərazisindən bugün tranzit olaraq Naxçıvan istiqamətinin daşınmasından qat-qat daha gəlirlidir və İran bu baxımdan hətta düşünürəm ki, İğdır-Naxçıvan qaz borusunun, qaz xəttinin istifadəyə verilməsinə hətta müəyyən dalğıçıla bilər. Çünki gələcəkdə Zəngəzur dəhlizinin açılması onların da bundan faydalanması üçün geniş imkanlar yaratmış olur. Bildiyimiz kimi Avropa İttifaqı belə bir bəyanat qəbul edibdi ki, ermənilər Qarabağdan zorla çıxardılır və buna görə də onlar yenidən həmin torpaqları qayıtmalıdır. Bununla bağlı olaraq isə Qərbi Azərbaycan icması da bunun qarşılığında qeyd edir ki, yəni onlar da öz dədə-baba torpaqlarına qayıtmalıdır. Yəni bu problem öz həllini necə tapacaq? Məsələ bundadır ki, tək Qərbi Azərbaycan icması yox, eyni zamanda bildiyiniz kimi Üzə Milli Məclisdə də çox vacib bir müraciət qəbul olundu. O müraciəti imzalayanlardan biri mənəm və biz aidiyyəti üzrə bunun Avropa Parlamenti və digər bütün Avropa institutlarına da təqdim elədik və orada konkret olaraq biz göstərilir, bəli siz haqlı qeyd edirsiniz ki, zamanında 250 mindən çox bizim soydaşımızın Ermənistandan məcburi şəkildə çıxarılması, orada bir monoetnik bir cəmiyyətin qurulması, onların etnik mənsubiyyətinə görə müxtəlif hüquq pozmalara məruz qalması, işgəncələrə, döyülmələrə, öldürülmələrə məruz qalması bu Ermənistanın o dövrdəki siyasi hakimiyyəti tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib bir hissəsi idi ki, bu hansı ki beynəlxalq hüquq normalarında bütün təməl prinsiplərə zidd olan bir prosesdir. Bununla bağlı çox saylı konvensiyalar və digər sənədlər var ki, onlar bu sənədlərin əsas müddəalarını kobud şəkildə pozmuşlar ki, bugün nədənsə və Avropa Parlamentində və digər Avropa institutlarında, Avropa İttifaqının müəyyən kuluarlarında görməzdən gəlirlər və bəllidir çünki burada anti-Türk, anti-Azərbaycan mövqeyi kifayət qədər güclüdür. Və zaman-zaman onlar bütün imkanlardan istifadə edir ki, Azərbaycan əleyhinə qətnamələr qəbul etsin və qətnamələr qəbul edən ki, bax həmin o dediyimiz kütləvi bir saxtakarlığa yol verirlər. Tarixi faktları kobud şəkildə, təhrif edilmiş şəkildə təqdim edirlər. 300 minə qədər olan Azərbaycanlıların, o cümlədən də 700 mindən çox olan bizim keçmiş məcburi köçkünlərin hüquqlarını görməzdən gəlirlər. Halbuki 30 il ərzində işğala məruz qalan dövlət biz idik, işğalın qurbanı biz idik, işğalçı tərəf bugün həmin Avropa İttifaqında və onun müxtəlif institutlarında alqışlanaraq qarşılanır. İndi bu da ikili standart deyilmi, bu qərəzli yanaşma deyilmi? Təbii ki, bundan da irəli gələrək onların qəbul etdiyi qətnamələr yenə də işğala məruz qalan tərəfi müxtəlif bir formalarda və müxtəlif məsələlərdə ittiham edirlər və siz qeyd elədiyiniz məsələ ki var, Qərbi Azərbaycana bizim zamanında məcburi qaydada çıxarılmış şəxslərin qaytarılması ilə bağlı həyata keçirilən Azərbaycanın siyasəti bu ümummilli bir məsələdir və düşünürəm ki, beynəlxalq hüququn təmin olunması nöqteyi nəzərindən həmin şəxslərin Qərbi Azərbaycanın
qaytarılması təmin edilməlidir və hətta bununla da bağlı cənab prezident özünün bizim kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr zamanında bu məsələyə də xüsusilə də bir münasibət bildirmişdi və eyni zamanda bir tövsiyə də eləmişdi ki, Ermənistan siyasi hakimiyyəti baş nazir Nikol Paşinyan çalışmalıdır ki, Qərbi Azərbaycandan olan bizim soydaşlarımızın bir qrupunu qəbul eləsin, onların ehtiyaclarını dinləsin, onlarla bir diyaloqa girsin və sonraki mərhələdə onların təhlükəsiz və ləyaqətli şəkildə qaytarılması üçün zəruri addımlar atsın. Bu tək Azərbaycan istəyi yox, bu beynəlxalq hüququn tələbidir. Və əgər Ermənistan bugün beynəlxalq hüququn bax bu formada tələbini icra etməkdən yayınırsa, bu beynəlxalq hüququn əksinə çıxmış olur bir tərəfdən. İkinci bir tərəfdən də bu Ermənistan üçün sırf humanistik nöqteyi nəzərdən və digər göstəricilərə görə heç bir halda yaxşı bir xüsusiyyətdə olduğunu göstərməyən bir haldır. Yəni bu bütövlükdə beynəlxalq hüquqa zidd olduğu üçün Ermənistan bunu görməzdən gəlir. İnsan hüquqlarının kobud şəkildə pozulması zamanında baş vermiş deməli hadisə kimi dəyərləndirilirsə, bugün o siyasət davam etdirilməkdədir. Onların hüquqlarının təmin olunması istiqamətində hər hansı addım atmırsa, bu artıq Ermənistanın o mütərəqqi deməli qüvvələr arasında beynəlxalq münasibətlər sisteminin yanı inkişaf etmiş dövlətləri və digər o mütərəqqi deməli prinsiplərə sadiq olan dövlətlər arasında heç də yaxşı qarşılanmayan bir dövlət kimi özünü bir performans nümayiş etdirə bilər ki, bu da qətiyyən Ermənistan siyasi hakimiyyətinə xoş heç nə vəd etmir. Bu baxımdan əgər həqiqətən onlar özlərini sülh tərəfdarı kimi göstərməyə çalışırlarsa, beynəlxalq hüquq və normaların təminatçısı kimi çıxış etmək niyyətindədirlərsə, onlar ilk əvvəl 300 minə qədər olan bizim soydaşlarımızın Ermənistana, Qərbi Azərbaycan torpaqlarına, qədim Dədəboğu yurt ellərindən qaytarılmasını təmin etməlidir və bunun üçün də kifayət qədər geniş imkanlar var. Yəni müzakirələrin aparılması, kommunikasiyaların qurulması və eyni zamanda onun həyata keçirilmə, yəni o repatriasiyası üçün beynəlxalq mexanizmlər mövcuddur. Və Ermənistan tərəfi çox rahat şəkildə bunu edə bilər. Əgər özlərinin o anti-türk, anti-Azərbaycan xislətindən özlərini uzaq tuta bilərlərsə və Qərbi Azərbaycana köçürüləcək bizim soydaşlarımızı özləri üçün potensial təhlükə yox, bu cəmiyyətin tərkibi hissəsi kimi görməyə çalışarlarsa, bu bütövlükdə Ermənistan Respublikasının inkişafına, onun tərəqqisinə xidmət edən bir haldır. Çünki həmin şəxslər də o cəmiyyətdə yaşayarkən, o cəmiyyətdə işləyərkən, o cəmiyyətdə öz sonraki taleyini qurarkən bilavasitə həmin o cəmiyyətə də öz töhfələrini vermiş olarlar ki, bugün bir çox problemlərlə üz-üzə qalan Ermənistan üçün hətta müəyyən mənada bu bir xilas kəmali kimi də görsənə bilər. Aydındır Azər bəy. Digər bir məsələ isə bilirik ki, Ermənistan-Azərbaycan münasibətlərində ümumiyyətlə bu il sülh müqaviləsinin imzalanması da gözlənirdi. Baxmayaraq ki, Ermənistan hələ də təxribat törətməkdə davam edir. Hətta dünən də bildik ki, atəşkəsi pozdu. Yenə də o gözləntidə qalmaqdayıq, yoxsa bu qeyri-mümkün olacaq bu il? Sülh müqaviləsinin bağlanması ilə bağlı bildiyiniz kimi vaxtaşırı bir növ mesajlar, hətta onun çox qısa bir zamanda baş verməsi ilə bağlı müəyyən fikirlər, eyni zamanda Ermənistan siyasi dairələri tərəfindən vaxtaşırı gündəmə gətirilir və Azərbaycan tərəfinin də konkret olaraq bununla bağlı, yəni bildiyiniz kimi mövqe ondan ibarət ki, 17 bənddən ibarət deməli bir sənəddir və cənab prezident öz çıxışında bu məsələyə xüsusilə münasibət bildirdi və orada iki açıq qalan məsələlər var. O beynəlxalq məhkəmələrdə iddialardan deməli əl çəkilməsi məsələsi ki var və bir də ki şərti sərhəd, iki dövlət arasında olan şərti sərhəddən xarici ölkələrə məxsus olan qoşun növlərinin, hərbi birləşmələrin çıxarılması məsələsi ki var. Yəni bu Ermənistan tərəfinin üzərində olan çox vacib tələblərdən biridir. Amma eyni zamanda burada başqa bir məqam da var. Bu Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciətin deməli ATƏT-ə təqdim olunması məsələsi var
və eyni zamanda dördüncü bir məqamda konstitusiyada müvafiq qaydada düzəlişin olması. Yəni bir 17 bənddən ibarət olan sülh sənədinin içində o iki sadaladığım elementlərlə yanaşı digər məqamlar da var ki, Ermənistan bax bunlarla bağlı çox ciddi addımlar atmalıdır. İndi biz o hər bir deməli ortada olan şərtlərə və ya o müddalara nəzər saldıqda görürük ki, bu və ya digər formada Ermənistan onların sanki icrasında maraqlı olan tərəf kimi özünü göstərməyə çalışır. Və hətta misal üçün deyir ki, ATƏT-lə bağlı, misal üçün Minsk qrupunun, gəh deyir ki, bu Minsk qrupuna nə ehtiyac var, münaqişə artıq yoxdur. Deyir bir tərəfdən, digər bir tərəfdən hansısa bir formada Minsk qrupunun iştirakını deyə başqa bir proseslərdə görür. Misal üçün, iki dövlət arasında şərti sərhəddə hər hansı bir formada, əgər mümkün təxribatlar olarsa, bunun monitorinqini keçirmək üçün bu Minsk qrupuna ehtiyac var. Yəni, bax, belə ziddiyyətli fikirlər söyləyilir və ya digər bir məsələyə bax, konstitusiya ilə bağlı. Konstitusiya konkret olaraq biz ki, Ermənistan Respublikasında bir konstitusiyasının giriş hissəsində, preambul hissəsində müstəqillik haqqında aktda bir istinad var. Müstəqillik haqqında aktda isə konkret olaraq Azərbaycana qarşı ərazi iddiası, torpaq iddiası açıq şəkildə təsbit olunub. Dağlıq Qarabağın Ermənistan SSR-nə o vaxtki dövrdə birləşdirilməsi məsələsi deklarasiya aktında öz əksini tapıb və bu müddəa da bilavasitə istinad olunur konstitusiyanın preambulu hissəsində və nəticə etibarilə, yəni bu mütləq buradan çıxarılmalıdır ki, Ermənistan tərəfi deməli qonşu ölkəyə qarşı münasibətdə ərazi iddiasında olmadığını göstərmiş olsun. Amma bunun üçün də referendum və digər deməli proseslərə rəvac verilə bilər Ermənistan cəmiyyətində və Ermənistanın baş naziri deyir ki, biz buna müəyyən mənada hazırıq və ona doğru müəyyən işlər atırıq. Məsələn, konstitusiyanın dəyişdirilməsi ilə bağlı bir işçi qrupu yaradır, sonra referendum məsələsini dilə gətirir, sonra hətta nə bilim Konstitusiya Məhkəməsinin qərarı ilə hansısa bir sənədin, hansısa bir hissəsinin dəyişdirilməsi məsələsini göstərir. Amma bütün bunlar hamısı onu bir daha bizi deməyə ona əsas verir ki, Ermənistan tərəfi çalışır ki, müxtəlif manyovrlar etməklə hətta beynəlxalq ictimaiyyəti çaşdırsın ki, o sanki sülh istəyir, yəni sülh istəməyən tərəf, güya ki, burada Azərbaycan tərəfidir. Amma Azərbaycan tərəfi 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra elə ilk gündən özünün o bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün Ermənistanla danışıqlara getməsi ilə bağlı konkret təkliflərlə çıxış elədi. Yalnız düşürsə, sülh sənədinin 5 prinsipi də məhz Azərbaycan tərəfindən irəli sürülmüşdü və sonraki mərhələdə də Ermənistan tərəfindən də dəstəklənmişdi. Bir sıra beynəlxalq platformada keçirilən görüşlər zamanı. Amma bəlli məsələdir ki, Ermənistan cəmiyyətində bir sıra revanşist qüvvələr var. Onlar vaxtaşırı çalışırlar ki, hərbi təxribatlara da əl atsınlar. Hərbi təxribatlara əl atmaq üçün öz hökumətinə də təsir etməyə çalışırlar. O siyasi müstəvidə münasibətlərin gərgin olmasında maraqlıdırlar. Həmin revanşist qüvvələr. Onlar xaricdən də müəyyən mənada dəstəklənirlər. Burada diaspora və digər qurumlar və kifayət qədər rəngarəng bir palitraya malikdir Ermənistanın siyasi mühiti və bu mühitin içində sülh tərəfdarı olanlar da var, sülh əleyhinə çıxış edənlər də var, revanşist qüvvələr də var, hətta torpaq ərazi iddiasında olanlar var, Azərbaycanlıların qayıdışına qarşı kəskin çıxışda mövqedə olan siyasi güclər də var. Nə yazıq ki, həmin o dediyim o sülhə zidd olan mövqeyi tərənnüm edən siyasi güclərin sayı daha çoxdur, nəinki sülh tərəfdarı olanlar. Aydındır Azər bəy. Bir də bildiyimiz kimi Azər bəy qarşıdan Beynəlxalq Qadınlar Bayramı yaxınlaşır, 8 mart bayramı yaxınlaşır. Bir də bununla bağlı bilmək istəyərdim ki, ümumiyyətlə Azərbaycanda gender siyasətinin gücləndirilməsi, ümumiyyətlə qadının cəmiyyətdə rolunun artırılması ilə bağlı hansı addımlar atılır, tədbirlər görülür? Bəli, siz doğru qeyd edirsiniz. Biz 8 mart öncəsi elə bu deməli reportajı hazırlayırıq, bu müsahibəni hazırlayırıq. Məsələ bundadır ki, bəli, Azərbaycanda həqiqətən də istər gender siyasəti, yox, bütövlükdə gəlib kontekstə baxsın, görürük ki, Azərbaycan qadınların ölkənin tarixində çox hər zaman böyük bir rol olubdur. Kifayət qədər böyük nüfuza malik olan zümrənin təmsilçiləri olaraq, hətta ta qədim dövrlərdən belə Azərbaycanda dövlətçilik, dövlət idarə etməsində qadınların iştirakını biz görürük. Sara xatun, Məmnun xatun və digər şəxslərin, yəni hətta siyasi qərarların, diplomatik münasibətlərin qurulmasında biz hər zaman Azərbaycan qadınının öndə getdiyini biz şahidi oluruq və məsəl üçün Kitab-ı Dədə Qorud dastanına nəzər saldıqda,
digər tarixi kitabları biz nəzərdən keçirdikdə, hətta sonrakı dövrlərdə belə biz görürük ki, ictimai-siyasi proseslərin önündə hər zaman Azərbaycan qadını olubdur və bu olduqca vacib bir elementdir. Hətta mən sizə bir şey deyim ki, məhz Azərbaycan qadınının bax bu kimi fəallıq, həm də tarixi köklərə söykənən bir ictimai-siyasi fəaliyyəti sonrakı mərhələdə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması zamanı ilk demokratik cəmiyyətin məhz şərqdə qurulması, məhz Azərbaycana təsadüf etməsi və eyni zamanda qadınlara seçki hüququnun verilməsi, hansı ki Avropanın bir çox dövlətlərdə, Amerikada və digər Amerika Birləşmiş Ştatlarında, yəni ondan sonraki bir dövrə təsadüf edir. Amma Azərbaycanda bu artıq 1918-ci ildə bərqərar oldu. 1919-cu ildə daha da oturmuş şəkildə həyata keçirilməyə başladı və bunun bir daha göstərdi ki, Azərbaycan cəmiyyətində Azərbaycan qadının həmişə xüsusi rolu var. İctimai-siyasi proseslərdə də iştiraki bilavasitədir və bu tək ədəbi janrda yazılmış əsərlərdə, tarixi mənbələrdə, müxtəlif sənədlərdə öz əksini tapan bir hal deyil. Gündəlik həyat tərzində də bu özünü bir üzə verir. Hətta biz indiki müstəqil Azərbaycan Respublikasının yaxın bir 95-ci ildən əgər götürsək, Pekin konferansının keçirdiyi bir dövrü nəzər saldı. Yəni son 30 il ərzində biz görürük ki, Azərbaycan qadınının ictimai-siyasi mühitdəki rolu getdikcə artmaqdadır. Hətta bugün bu rol özünün müxtəlif deməli hüquqi sənədlərinin qəbulunda, misal üçün gender bərabərliyin təmin olması, siz bir qədər əvvəl qeydiniz, Azərbaycan Respublikasının qanunu səbəbim 2006-cı ildə qəbul olmuşdu. Sonrakı mərhələdə 2010-cu ildə məişət zorakılığı haqqında qanun və digər sənədlərə biz nəzər saldıqda görürük ki, qadın hüquqlarının qorunması, təmin olunması və digər məsələlər bu prioritet məsələlərdən biri hesab olunur. Eyni zamanda Azərbaycan Ailə Qadın və Uşaq Problemləri Komitəsinin fəaliyyət göstərməsi, mən indi parlament deputatı olaraq bizim parlamentdə ayrıca bir komitənin fəaliyyət göstərməsi, hətta parlamentin özündə belə bugün təmsil olunan xanımların fəaliyyətinə biz nəzər saldıq, görürük kifayət qədər fəal spektrdə onların təmsil olunduğunu biz şahid oluruq. Əgər zamanında bir neçə 5 illiklər öncə parlamentdə 20-21 qadın təmsil olunsa, bugün artıq 26 xanımın təmsil olunması, bu da çox vacib bir göstəricidir. Eyni zamanda parlamentin spikeri belə Sahibə xanım Qafarova da bax bu əhalinin bu kateqoriyasını təmsil edir və düşünürəm ki, bunlar hamısı çox vacib göstərici. Həm dövlətin bununla bağlı, yəni gender siyasəti ilə bağlı olan prioritetlərini göstərir. Eyni zamanda qadınlarımız da kifayət qədər fəallar bu prosesdə, ictimai-siyasi prosesin önündə gedirlər və cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada xanımların iştirakını bu və ya digər formada görməyə. Hətta mən sizə deyəm ki, bəzi sahələr var ki, bu səhiyyə ola bilər, təhsil ola bilər, digər sahələr. Burada hətta qadınların çoxluq təşkil etdiyini də biz şahid oluruq. Elə jurnalistikanın özündə də bugün xanımlar kifayət qədər çoxdur və bu da təbii ki, çox təqdirə layiq bir haldır və eyni zamanda mən bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, bir var, bizim xanımlar həm ölkənin daxilində həyata keçirilən dövlət siyasətində bilavasitə iştirak etməsi ilə yanaşı, eyni zamanda beynəlxalq müstəvilərdə də bizim xanımlar kifayət qədər fəallar. Bugün beynəlxalq platformalarda keçirilən tədbirlərdə hər zaman bizim xanımların kifayət qədər fəal olduğunu şahid oluruq. Bir neçə xarici dildə danışmaqla yanaşı Azərbaycanın milli maraqlarını bütün müstəvilərdə müdafiə edən bizim ictimai fəallar var. QHT sektorunun, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutlarının çox fəal təmsilçiləri var. Xanımlar ki, hansılar ki, həmin o dediyim beynəlxalq platformalarda çox layiqincə ölkəni təmsil edirlər və ölkənin milli maraqları naminə öz fəaliyyətini davam etdirirlər və eyni zamanda bir məsələnin xüsusilə vurğulaması Heydər Əliyev Fondunun fəaliyyəti barədə də danışmaq istəyirəm. Elə bu efirdən qabaq biz bir epizod məsələsində, yəni bizim gündəlik həyatımızda üzləşdiyimiz bir neçə məsələlər var ki, orada da həmin məsələlərdə biz Heydər Əliyev Fondunun fəaliyyətini və bilavasitə fondun prezidenti bildiyiniz kimi ölkənin birinci vitse-prezidenti, birinci xanımı Mehriban xanım Əliyeva o fondun prezidenti olaraq çox böyük və məhsuldar bir fəaliyyət həyata keçirmək, kifayət qədər çox şaxəli bir fəaliyyətdir və bu çox şaxəli fəaliyyət həm ölkənin hüdudları daxilində insanların, xüsusilə də az təminatlı insanların müəyyən qayğıya, dəstəyə ehtiyacı olan şəxslərin hüquqlarının təmin olması, onlar üçün zəruri şəraitin yaradılması, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində Heydər Əliyev Fondu böyük işlər həyata keçirir və eyni zamanda bilavasitə Mehriban xanımın rəhbərliyi altında, Leyla xanımın rəhbərliyi altında beynəlxalq müstəvidə də çox sayılı layihələr həyata keçirilməkdədir ki, bu layihələr də eyni zamanda Azərbaycan xanımına xas o gedən o proseslərin önündə
demək fövqündə duran, onun lokomotivlərindən biri olan kimi tərəf olduğunu qələmə verilməsini sübuta yetirən bir haldır ki, yəni bu da çox təqdirə layiq haldır, kifayət qədər qürur vericidir. Hətta mən sizə deyim ki, biz müxtəlif beynəlxalq tədbirlərdə iştirak edən zaman hər zaman bu faktı xüsusilə də xaricilər, bizim xarici tərəfdaşlarımız dilə gətirirlər və Heydər Əliyev Fondunun fəaliyyətini bir ucu Cənubi deməli Şərqi Asiya ölkələrində biz fəaliyyətini görürük, Pakistanda görürük, digər ölkələrdə bir qismi, bir istiqaməti, məsəl üçün mərkəzi və şərqi, qərbi Avropa ölkələrində biz görürük. Şimal istiqamətində fəaliyyəti kifayət qədərdir. Heydər Əliyev Fondunun bizə tərəfdaş olan, bizim strateji müttəfiqimiz olan, bizə qardaş olan Türk dövlətlərində biz Heydər Əliyev Fondunu görürük ki, bunlar təbii ki, onlar hamısı təqdirə layiq haldır və ölkənin gender siyasəti ilə bağlı mövcud olan prioritetlərin və onların icrasının da bir növ bariz təsdiqini biz həm də Heydər Əliyev Fondunun fəaliyyətində görə bilirik. Eyni zamanda ictimai-siyasi mühitdə bizim Azərbaycan xanımlarının iştirakıyla bu məsələ xüsusilə də təsbit olunur, öz təsdiqini tapır və bu siyasət daha da dərinləşməkdədir, daha da böyüməkdədir, daha da inkişaf etdirilməkdədir ki, bu olduqca vacib və olduqca təqdirə layiq bir haldır. Aydındır, Azər bəy. Belə, verilişimizin sonuna gəlib çatdıq. Suallarımızı ətraflı cavablandırdığınız üçün, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkür edirik. Sağ olun, çox sağ olun. Qarşıdan gələn 8 Mart bayramı münasibətilə sizi də timsalınızda sizin son xəbərin və bütün bu holdingin, qrupun xanımlarını səmimi qəlbdən təbrik edirəm və bütövlükdə Azərbaycan xalqına bu gözəl bayram münasibətilə təbrik edirəm. Çünki nə üçün Azərbaycan xalqını deyirəm? Çünki 8 Mart Beynəlxalq Qadınlar Hüquqları Beynəlxalq Qadın Günü həm də bütövlükdə bizim dövlət səviyyəsində qeyd olunan bir bayramdır və düşünürəm ki, bu bizim bütövlükdə bizim xalqın bayramıdır. Çünki hətta bu 8 Martla bağlı belə beynəlxalq müstəvidə qərarlar verilmədiyi halda Azərbaycan xanımları, Azərbaycan qadını bütün o proseslərin önündə gedirdi və mütərəqqi nailiyyətlərin imzalanmasında, mütərəqqi nailiyyətlərin əldə olunmasında bilavasitə onların xidmətləri vardı ki, mən Azərbaycan xanımı 8 Mart Beynəlxalq Qadın Hüquqları Müdafiə Gününü özünün gündəlik fəaliyyəti ilə artıq sübuta yetirmişdi, artıq təsdiq etmişdi və bu baxımdan da mən bir daha bütün Azərbaycan xanımlarını bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm. Çox sağ olun, Azər bəy. Mən də sizə qoşularaq bütün xanımlarımızı təbrik edirəm. Təşəkkür. Sağ olun.